buradayım. Bu tədbirimizə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Hoş gəlmişsiniz. Bugünümüzə şükürlər olsun ki artıq 30 ildən artıq həsrətini çəkdiyimiz elimizdə, obamızdayıq. Hərəmiz 30 ildən artıqdır ki bir diyarda məskunlaşmışıq. Və həmişə də bir tədbir olanda deyirdik ki, inşallah gələn il bu tədbirimizi doğma torpağımızda keçirdək. Amma bugün Allahımıza şükürlər olsun ki, artıq onu demirik. Həqiqətən də öz ata-baba yurdumuzda tədbirlərimizi keçiririk. Əgər vətən varsa, vətənin şəhidi də olmalıdır. Vətən olsun da vətən olmaz. Vətən uğrunda keçən, canından keçən, qanından keçən igid oğlanlarımızın, qızlarımızın gəlin xatirəsini bir dəqiqəli sükuta gəldik. Biz onlara borçluyuz. Allah rəhmət eləsin. Bugün həqiqətən də mən burada sizləri görməkdən çox şadam. Yəni Azərbaycan həmişə öz igidləri ilə, öz vətənpərvər oğulları ilə həmişə həmd olundu. Bugün həmin bu fidan balalar, bu sakit, mavi səma altında məktəbə gəlirlərsə, biz ona görə həmin şəhidlərimizə, qazilərimizə borcluyuq, analarımıza borcluyuq. Biz analarımızın qarşısında baş əyirik ki, o cür vətənpərvər igid oğlanlar yetişdirdik. Anamız, biz sizin qarşınızda baş əyirik. Allah qəni-qəni rəhmət eləsin. Evlad acısı ən ağır acıdır. İnsanın ən incə nöqtəsidir. Allah heç bir valideynə evlad acısı göstərməsin. Bundan sonra bu fidan balalarımız müstəqil, azad, sakit Azərbaycanımızda böyüsünlər. Müharibəsiz, qadasız, bəlasız, pulsuz böyüsünlər. Bir daha heç bir vaxt Azərbaycan torpaqlarına müharibə nəsib etməsin. Bizim azadlığımız, bizim müstəqilliyimiz daim olsun. Mən bugün əsas mövzudur bilirəm, amma bugün əsas sözü istəyirəm verəm bizim anamıza. Sizə ağır olsa da iki kəlmə danışasınız. Yəni mən bir sözü bir haşiyə çıxım, mən özümə borcluyum. Bunu Bakıda da işləyəndə mən bunu eləmişdim. Şəhidlərimizin, siniflərə şəhidlərimizin adını vermişdim. Burada gələndə əsas fikrim oldu ki, yerli şəhidlərimizin. Bəzən yerli cəmaat inciyir, gəlir yanıma ki, mənim də şəhidim var. Amma bir şeyi nəzər almalıyıq ki, cəmi 11 sinifimiz var. Biz 11 şəhidə ad verə bilərik. Ona görə də inciməyin, mənim başqa layihəm də var. Yəni məktəbin çölündə böyük stend düzəltmək istəyirəm. Yəni Xocalının, Balıcanın, Kosaların şəhidlərinin orada xatirəsini belə deyim, əbədiləşdirəcəyik. Biz də o elə bir şey deyil, amma nə qədər olmasa da insan üçün belə deyim bir təsəllidir. Buyurun. Sizə bugünkü şəraiti yaratdığınız üçün çox sağ olun. 26 ildir. Hər il bugünkü günü ayın 8-i, 9-u, 10-u. Bu 3 günü biz matəm keçirmişik. Ne diyeyim, çok ağırdı ama hiçbir valideynə göstərmədi. 26 il keçməyinə baxmayaraq daha da yaxınlaşır, daha da adama elə bilsən dünən olub hadisələr. Çox çətin, əziyyətli günlər keçəcək. Atasının qorğuşluq olsun, dözə bilmədi, çəkə bilmədi. Getdi, qoruşdu, vurdu. Neyse, Allah elimizə, günümüzə, bu günümüzə değməsin, şükür bu günə. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Onların balam da onun içində. Şəhidlik çox çətindir. Onlar çox çətin əlim edir onu. Yine vətən sağ olsun. Yine dalda qalanlar sağ olsun. Sizlər sağ olun, amanız. Var olun, sağ olun, şükür. Bugünkü günə də şükür.
Neyinəm öyle, dözmək lazımdır. Necə dözmüşük, yine de dözmeliyiz. Allah'tan da kalanlarımıza değmesin inşallah. Mahallemizden uzak olsun. Yerimiz, göğümüz böyle aydın sema olsun inşallah. Amin. Hiçbirimize Allah değmesin. Bacım, sana kurban kardeş, Allah'ına kurban. Kaş görmeyeydin sen de. Görmeyenlere de Allah göstermesin. Sağ olasın, kurban ol. Tüm bu çektiğiniz zahmete göre, bu kuruluşa göre, bu teşkilatçılara bak, bu işi teşkil edinize göre Cemile Hanım'a birinci size teşekkür ederim. Borcumuzdur. Sağ olun. Sizden hemşe yaxşı xəbərlər eşidirik. Yani şagirdlərimiz için, cəmaatımız için var olun. Borcumuzdur. Ha. Evvela onu deyim ki, Qarabağın azadlığı uğrunda mübarizə aparan bütün ve helak olan bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram. Bugün Arazı yad eləyirik. Ruhu şad olsun. Amin. Arazla yanaşı Çosalarda şəhid olan və yaxud dediniz ki, onların istintini düzəldiləcək. Çox gözəl təşəbbüsdür. Arazla yanaşı Çosalarda şəhid olan bütün döyüşçülərin hamısının bax belə anılmağa, adı ruhların yad eləməyə borçluyuq. Çünki hamısı qəhrəmanlıq eləyirdi. Araz da onların içində. Yəni Araz ve onun o şehit yoldaşları bugün bizim için müqəddəsdir, əzizdir. Onların bütün fikri, zikri oldu ki, Kosaları qoruyaq, Qarabağ uğrunda mübarizəyə qoşulaq. Şəhidlik onların ağlına gəlməyibdi. Allah Kosalar şəhidlərinə, eləcə də bayaq dedim, bütün şəhidlərimizə qəni rəhmət eləsin. Bacım, bayaq düz dedim, dözümdən başqa ayrı yol yoxdur, çarə yoxdur. Fəxr eləyirik. Hüseyin 72 dəstə köməkçisi ilə Kərbala düzündə qalanda töküldü, 4000 qoşun, Yezidi qoşunu töküldü üstünə. Dedilər, xəbər göndərdilər, sənə aparaq sarayda vəzifə verək, pul verək, var, dövlət, dünyanın vardasın, təslim ol. Dedi, yox, mən təslim olmuram, mən öyle son damla qanıma qədər vuruşacağım. Və ilk şəhidlik nümunəsi qoydu Hüseyin Kərbala düzündə. Ona göre de 1400 il keçir, hələ də unudulmur. Şəhid elə bir addır, şəhidlik adı elə bir müqəddəs addır, unutmağa imkan yoxdur. Eləcə də biz bütün şəhidlərimiz, eləcə də Xocalı, Kosalar şəhidləri, bunlar hamısı unudulmaz, bizim bütün müqəddəs insanlardır. Ruhları şad olsun, Allah onlara qəni rəhmət eləsin və o gün olsun ki, bu torpaqda, Qarabağımızda güllə səsi eşitməyək. Qarabağ əmin-amanlıqdır, onsuz da eşitməyəcək Allahın köməyi ilə. İndi yaşamağına dəyər bugündən sonra. Allah derdi, belanı da her şeyi xalqımızdan, cəmaatımızdan uzaq eləsin. Sağ olun, hamınızca sağ olun, var olun. Sevgili minnətdarım müjdelerle. Çok sorun ki bir teşekkür edersiniz. Ben 88-ci ildə, 88-ci ildən 2016-cı ildə xidmət eləmişəm. Amma nə qədər döyüşsək də, nə qədər vuruşsaq da, hiçbir şey nail ola bilmədik. Artıq 2020-ci ildə Qarabağ torpaqları birləşsə də oldu. O vaxtdan kimi, 2020-ci ilə nə qədər döyüşsə də həmişə başımız aşağı oldu.
istəyir dünya miqyasında, istəyir harda, istəyir nə bilim başqa yerlərdə həmişə ona görə başa-aşağı gəzmişik ki, neynəmişik? Qaşqınıq. Torpaqlar əldən gedib, şəhidlər verilib, heç bir şeyə nail ola bilmədik. Şükür bu günə. Şükür bu günə ki, biz Qarabağ torpağında yaşayırıq. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Ruhları şad olsun, qazilərimizə can sağlığı versin. Ali Baş Komandana Allah ömür versin. Doğrudan da ən güclü siyasətçidir. Artıq təhsil erməninin əlindən almadı Qarabağı, dünyanın əlindən aldı. Mən həmişə onu təsəvvür edə bilmirəm ki, doğrudan da Xristiyan müsəlman söhbəti gedirdi. Xristiyanların əlindən aldı. Şükür bu günə. Arazın da ruhu şad olsun. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Artıq başımız uca, torpaqlarımızda yaşayırıq. İndən sonra da yaşamağa dəyər. Sağ olun, cəmlədən. Əvvəla bu nəzib təşəbbüsə görə ailəm qadına minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən də bu məktəblərdə belə bilməm, məlumatım yoxdur, ancaq çox gözəl bir təşəbbüsdür, nəzib bir təşəbbüsdür. Mən bu günləri təhsil Arazın qardaşı kimi yox, elə bütün şəhidlərin qardaşı kimi bir söz demək istəyirəm. Yazılarımda da bir neçə dəfə bunu barədə danışmışam ki, illər boyu biz gedirdik. Şəhidlərimizin məzarı başında dayananda başımızı qaldırıb onların şəkillərinə baxmağa özümüz cəsarət tapamız. Yəni deyirdik, bax nə deyirik, nə təskinlik verək onların yuxularına. Bu günləri Allah'a çox şükürlər olsun, torpaqlarımız azaltdı. Səhərindən ustaz paylaşanda belə eyni fikri bildirdim ki, yəni artıq torpaq, siz bayaq bir şey ifadə edərdiniz, şəhid qanı ilə yoğrulanda vətən olur. Bugün bu torpaqlar ona görə bizim üçün daha çox müqəddəsdir, daha çox əzizdir. Bütün o şəhidlərin Allah hamısına rəhmət eləsin, hamısının ruhu şad olsun. Bu günləri biz təsəllimiz budur ki, onların hər birinin vətən azadlığı uğrunda canlarından keçmiş hər bir vətən övladının ruhu şaddır. Çünki onların qan yerdə qalmışdır, onların uğrunda can verdikləri torpaqlarımız azaddır. Mənim üçün əlbəttə ki, nə qədər yazıcı da olsam, jurnalist da olsam, bəzən sözün tutulduğu məqamlar olur. Bugün də o məqamlardan biridir. Gedib o doğma yurtluğanı gəzəndə istər-istəməz itirdiyimiz insanlar yada düşür, keçmiş xatirələr, o köylək xatirələr baş qaldırır. Mən Allahdan arzu edirəm ki, bizim xalqımıza, elmimizə, urbağımıza bir daha o günlər, o müsbətlər yaşanmasın. Bu körpə fidan balalar bir daha o bəlaları yaşamasınlar, görməsinlər. Allah dövlətimizi var eləsin. Allah Müzəffər Ali Başkomandanımızı qorusun ki, bizə bu torpaqlarımızı qaytardı. Allah ordumuzu həmişə müzəffər eləsin. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu yerlərdən ancaq bir daha o torpaq səsi eşidilməsinin körpə girişləri eşidilsin. Təşəkkür edirəm sizə və əziyyət çəkən alimlərimə və hər birinizə təşəkkür edirəm. Tədbiri hazırladığım üçün ilə hamısı minnətdardır, hamısından. Allah bütün şəhidlərimizə rəhmət eləsin, həmçində Araza. Araz 90-91-92-ci illərdə hələ tez-tezə yeniyetmə şahlıq dövrlərini yaşayırdı. Allah'ım da olsun, həmişə atasından xəlvət silahı götürüb posta qaçıb gedir. Yəni mən bunun özümüz gözümüzün şahidi. Elə bilsin, o qədər vətənə, torpağa bağlılıq var idi ki, indiki heç bəlkə də indi o yaşda olan uşaqlar, cavanlar heç bəlkə də o xəyalına gətirməzlər şeylər. Naftalanda o birinci 20 gün bile 10 gün tadı olmadı, karantinler olmadı. Karantinden sonra dediler ki asker ev payılığına gittik, hazırlıklı gittik. Kişi pul da götürdü yazık. Dedi ki ne olursun sağladım orada, naftalanda kalsın. Gittik ki gücü hazırdı. Soldat kaldı. Bütün bunu çektik kırağa.
Bütün atası yalvardı, dedim ölüme yanmaktan gitmediler. O dağlara çıkma, oralara gitme, burada kal değiller, sizi bir yerde saklayın. Çekti beni qırağa, üzümdən öptü, dedim ama qurban ol. Ben o dağlarsız yaşaya bilmərəm. Sen ne danışırsan, ben burada dura bilərəm. Benimle işimiz yoktu, ben gideceğim. Elimizden bırakıldı, gitti. Biz yani onu zavallı uşaqlıq yaşlarında, o 12-13 yaş, 14 yaş neydi, indi hamı uşaq deyir o yaşlara. Həmişə mən onu baxırdım ki, boş vaxtlarında posta qaçıb gəlir, köməyə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, həmçinin də Araza rəhmət eləsin. Yani biz belki burada da dedik, biz bugün onlara o kadar borçluyuz ki, ne kadar əziyyət çəksək də, görürsək də, zulümlər görsək də, amma yani baş aşağı yaşayırdı. Bizi başımızı, alnımızı açıq eləyən şəhidlərimizdir. Allah onlara qəni-qəni rəhmət eləsin. Həmçinin də Araza. Allah rəhmət eləsin. Əziz tədbir iştirakçıları, mən də hər birinizi salamlayıram. Cəmal müəllimsə təşəkkür edirəm. Gözəl təşəbbüs üçün. Əmin müəllimə çox sağ olun. Əziyyətinizi halal edin. Mənim üçün də çox çətindir. Bugün burada danışmaq, amma borcumdur. Mən qardaşımın əsgər yoldaşlarına təşəkkür edirəm. Çox sağ olsunlar. Yəni onlar bugün yox, həmişə elə bilin ki, mənə müəyyən mənada Arazın yolunu hiss elətdirmirlər. Teymur həmişə deyir ki, bir kəlməni həmişə yanındayıq, balkon kimi, badamşunun kimi. Mən hər birinizə təşəkkür edirəm. Çox şükür bugünkü günə qayıtmışıq, vətənimizdəyik, Qarabağımızdayıq, Azad Qarabağımızdayıq. Bu körpə balalara həyatlarında can sağlığı, uğurlar, nailiyyətlər arzu edirəm. Və bu sinifin, bu adına layiq, o igidliyə layiq elə bir gənclər olmağını arzu edirəm ki, həmişə adları yüksəklikdən gəlsin. Həyatları xoşbəxt olsun. Bir daha hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Şəhidlik hamıya qismət olmur. Bugün həmin şəhid bacısı buradadır. Bizim kollektivin üzvüdür. Çox hörmət elədiyi qızımdır. Sözü ona vermək istəyirəm. Mən də təşəkkür edirəm hər kəsə. Gələn ayaqlarınız var olsun. Mən də Qucaqların Balıca kənd orta məktəbinin işçisiyəm. Mən hər gün o şəklin önündən keçəndə mənim üçün həm qürurlanıram, həm də mənim üçün çox ağırdır. Minnətdaram bu təşəbbüsə görə Cəmlə müəllimə. Hər kəsin gələn ayaqları var olsun. Mən fəxr edirəm ki, Şəhid Araz qüvvət olun, bacısıyam. Allah bütün keçən şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Çox sağ olun. Çok sağ olun. Elinize minnettarımı bildirirəm. Bu əziz günü gözlərinə cəmləşməyinize görə. İlahinin qismətidir. Heç bir kəsin ağına da gəlməzdi belə bir gün. Şəhidlərimizə ruhu şad olsun. Bütün şəhidlərimizə ruhu şad olsun. Allah qəlbinə hamısına rəhmət eləsin. Həqiqətən onlar unudulmaz yox, onlar heç ölməyiblər. Mən elə bilirəm. Hər birimizin yəqin elə bilir, onlar ölməyib. Onlar bizimlə yaşayırlar. Bu gözəl gündə elə bilirəm ki, onlar hər biri bizim aramızda, bizlə gəzirlər bu torpaqları. Onların o tökülən qanına qurban olun. Hər biri üçün ağırdır. Xalamın o günü görmək bizim üçün nə qədər ağır olub, bu illər nə qədər çətin keçib, nələr çəkib yaşayıb, bütün şəhid anaları kimi. Allah hər birinə dönə-dönə rəhmət eləsin, ruhları şad olsun. Həqiqətən də şaddır ki, bugünkü günləri yaşatdılar bizə. Onlar bizə rahat yaşamaq yox, rahat bundan sonra ölməyimizi də rahatlaşdırdılar. Biz rahat ölə bilərik. İndiyənə qədər ruhlar da, insanlar öləndə də ölmək istəmirdi ki, vətəni görəydik. Amma indi gördüyümüz bu günlərdə hamı deyir ki, rahat yaşamaqdan əlavə rahat ölmək də var.
o narahat ruhlar da şad olsun. Bütün şehitlerimizle beraber. Bundan sonra da inşallah Allah ölümü yerinden eləsin, ama öləndə hər bir kəs üçün ölüm də rahatdır. Çünki vətən torpağıdır. Her qarıcı əzizdir, orası, burası, ora yoxdur. Hər bir yer əzizdir bizim üçün. Çünki hər qətrəsində, hər damlasında, hər yerində, hər ovucunda vətənlərinin, şəhidlərin qanı. Onların tökülən qanına qurban olun, ruhları şad olsun, adları ucadan uca olsun, onsuz da ucadır. Allah dönə-dönə canınıza sağlıq versin. Hər biriniz gözəl günlər keçirmək, görmək, onların zəhmətinin, qanının sayəsində mümkün olur. Ruhları şad olsun. Hörmətli tədbir iştirakçıları, mənim doğmalarım, mənim əzizlərim. Hər birimiz bugünkü gün üçün çox kədərlənirik, hər birimiz. Və kədərlənməyimizlə bərabər qürub hissi keçirik. İnsan var zirvəyə həsrətlə baxır. İnsan var dağ qalxıb zirvədən aşar. İnsan var sakitcə yaşaya bilmir. İnsan var öləndən sonra da yaşar. Bəli, şəhidlərimiz əbədiyyətə qovuşsa da daim ürəklərdə yaşayır. Ruhları bizimlədir. Onların hər birinin ruhu qarşısında baş əyirəm. Şəhid qardaşlarımızın, bacılarımızın ruhu qarşısında baş əyirəm. Onların analarının qarşısında baş əyirəm. Eləcə də bir-birinin qarşısında baş əyirəm. Allah qardaşımıza rəhmət etsin. Məkanı onsuz da cənnətdir. Şəhidlərimizin məkanı cənnətdir. Onlar gül qoxuyan ətirləri heç bir vaxt solmur. Allah hər birinə rəhmət etsin. Bir cemaat bir araya gelişəndə nə olursa olsun insanlarımızın dərdi də bilirsin. Bunu bütün dərd çəkənlər bilir ki, el insanı, cemaat insanı yanında olanda ağır-sağırsız razı olur. Mən qətlana öncə sizə, sizin ətrafınızda doğmalarında səbir diləyərək bir kəlmə söz demək istəyirəm. Və sənin əlimə deyir ki, mən küsalardan deyiləm, bu şəhidləri yaxşı tanımadığım üçün ki, amma mənim ünvanlar üçün mən kömək edeyim. İşimə münasibətsin. Sən onlara səs küsalarsınız. Həkim mənada baxıram sizin diqqətinizə, qayırınıza, bağlarımıza, dediklərimizə, doğmalarımıza var olub, sağ olub, həqiqətən muhterəm sizə. Qaldı küsalara, küsalar o yerləşdiyi mövqeyə kimi öz oğulları da hətta belə balacasıyla böyüyünə kimi dağlar qurarır. Həqiqətən o dağlar qartal görürlü kösalardır, elə doğrası da. Araz qardaşımız da bu qartalın öndə gedən, qeyrətçisi, qorxmazı bir oğlumuz, bir oğlumuz olur. O 90-cı illərdən bəri qanı ilə bu torpağı suvaran oğulların hesabına, onların sayəsində biz bugün burada illərlə bəlkə də ermənilərin himn oxuduğu bir sinifdəyik, qürurlandığı, başqa yönlü övladlarını tərbiyə elədiyi, düşmənlik xisləti bəsləyərək böyütdüyü bir sinifdə, Balıca kəndində Kosaların, deyək Qarabağın adını daşıyan bir məktəbin, sizin də rəhbəriniz elədi, bir məktəbin sinifində bir gün Araz qardaşımız adını anırıq, onun adına sinif təqdim olunur. Çox gözəl andı, çox gözəl duyulurdu. Kaş böyük rəsul da Allah qəni-qəni rəhmət eləsin. Bu anı, bu qürurlanı yaşayaydı. Allah da rəhmət eləsin. Mən sənin deyiminə dedim, böyük kişi. Allah rəhmət eləsin cəmi şəhidlərimizə, cəmi tirliklərimizə. Allah Teala doğmalarına, əzizlərinə, hər birimizə, xalqımıza səbir versin. Allah Teala elimizi, ovamızı mətin eləsin. Allah rəhmət eləsin, qətlana, Allah səbir versin. Allah cəmi şəhidlərə rəhmət eləsin. Kardeşler, ne hamsi dedi, ne diyelim, Allah rahmet eylesin, Allah sabır versin.
Şəhid Araz mənim üçün qardaşdır. 26 il keçməyinə baxmayaraq, mənim üçün 100 ildə keçsə, Arazla elə bilirəm ki, bu gündə kürək-kürəyə qol oluyor. Ön şəhidimizin anım gününə toplaşdığınız üçün hər birinizin qarşısında baş əyirəm. 1998-ci il oktyabrın 1-dən 2000-ci il aprel ayının 8-nə qədər mən onunla kürək-kürəyə bir kravatda yatmışım. Və onunla olan xatirələrimi mənim 45 illik tariximə yazıb yerləşdirmək mümkün deyil. Ömrü boyda heyli olacaq və mənlə bərabər mənim hərbiçi yoldaşlarım da buna şahiddir və onunla qürur duyurlar. Tək biz yox, bizdən sonra gələn nəsillərə də evlərimizdə o qədər örnek veririk ki, hətta bugün şəhidimiz Ümbətov Araz Rəsuloğlu'ndan danışanda, hətta onlar nətər övladlarımız danışırsa, elə bir ondan bir yerdə əsgərlikdə oldular. Bu bizim borcumuzdur. Biz qalib ölkənin azad torpağında yaşayırıqsa, şəhidlərimizə borçluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Araz o qədər hörmətli, o qədər dəyərli bir hərbiçi idi ki, bizim qulluq elədiyimiz en sayılı hərbi hissədə harda öndə bir fəaliyyətli bir iş varıdsa, hamı mənim əziz qardaşım şəhid Arazdan örnek götürür. Biz bundan fəxr edirik. Və mənim üçün də çox çətin idi. Bugün də çətindir. Amma çox qürur vericidir və qürurlanmam ki, mənim dostumdur, qardaşımdır. Onunla mən həmişə fəxr edirəm. Böyün onun qardaşları da, bacısı da, anası da, bütün qohum əqrəbəsi Arazla fəxr edirlər. Araz elə bir uca zirvəyə ucalıb ki, 100 illər keçsə də onu heç kim unuda bilməz. En sayılı hərbi hissədə biz qulluq edəndə və anam çox gözəl idi. Oktyabrın 1-dən oktyabrın 25-nə qədər Naftalanda olduq. Biz oradan heç bir kəs bizi saxlamadı. Dedilər ki, qalın burada Xocalıdansınız, sizlərdə çox dedik yox. Arazla hamı sözü bir yerə qoyduq, dedik orada erməni ilə. Bizim aramızda Gürcüstanda olanda incə çay vardı. Bax, bu ev qədər incə çay axırdı. Erməni özüydü, biz buyurdu. Biz onunla fəxr edirdik. Arazın həmişə bizə verdiyi tövsiyələrlə bu qədər qürurlanırdıq. Bizim üçün ölmək, qalmaq heç nə idi. Biz onun hamısını örnəyin əziz qardaşım Arazın bəhrələnirdik. Bu günləri mən sizin vaxtınızı çox almayacağım. Çünki mən onun illərlə danışsam, onun tarixindən mən də tutmaz. Hər birinizə minnətdaram. Hər birinizin qarşısında baş əyirəm. Qətmanım, sənə qurban olun. Allah sənə ömür versin. Mən səni hər gördükcə onun iyini alıram. Allah taladan arzum odur ki, həmişə sizləri belə gümrah görüm. Qalib ölkənin azad torpağında belə ki, yaşayırsa, biz şəhidlərimizə, qazilərimizə, Azərbaycan ordusuna borçluyam. Hamımız borçluyuq. Bizim də borcumuz odur ki, bizdən gələcək nəsillərə də, evdə üzr istəyirəm hamıdan övladlarımıza, qardaşlarımıza, balacalarımıza tövsiyə edək ki, belə bir şəhidlərimiz, belə döyüşkən oğlanlarımız oldu. Onların içində də mənim əziz qardaşım, dostum, Araz qardaşım oldu. Allah tala onun yerini cənnət eləsin, nur içində yatsın. Mənim nur sayım çox danışan mənim. Sizin hər birinizi salamlayıram. Başqa cəmdəməli olmaqla. Allah köməyiniz olsun. Gələn ayaqlarınız var olsun. Mənim üçün də nə qədər ağır olsa da, çətin olsa da danışmaq bir o qədər də şərəflidir. Şəhidlərimiz barəsində, şəhid qardaşımın barəsində danışmaq bir o qədər də şərəflidir. Çünki qəhrəmanlar unudur. Mən 7-ci sinifə kimi Qarabağda, başkəndimizdə bir sinifdə bir partada oturmuşam şəhid qardaşımla. Sonra elə oldu ki, məcburi köçkünlük həyatı, qaçqınlıq həyatı yaşamaq məcburiyyətində qaldıq. Sonra bir-birimizdən ayrıldıq. Amma ilahinin qisməti bizi gətirdi 1998-ci ildə oktyabrın 1-də bir ensaylı hərbi hissədə birləşdirdi bizi. Bir həyat yolu keçdik, bir yerdə oturduq, bir yerdə durduq,
bir yerdə çiyin-çiyinə erməni ilə üzbəüz döyüşdük. Hamının çox sevdiyi bir silahdaş qardaşımız idi. Mənim qardaşımdan əlavə o 22 nəfər minvatda qardaşlarım var idi. Onlarla bir yerdə, hamısından bir yerdə onların da qardaşı idi. Həmişə, hər zaman, nə vaxt, nə desələr, birinci özün önə çıxardı. Deyirdim mən, bizim qəhrəman qardaşımız, qəhrəman Ümrətov Araz Rəsuloğlu, Allah Rəsulullah yada rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hər zaman gələcək nəsillərimiz də, bu gözəl balalarımız da belə qəhrəmanlarla, belə şəhidlərlə fəxr eləməlidirlər. Unutmamalıdırlar, unutturmamalıdırlar. Çünki qəhrəmanlar bayaq dediyim kimi unudulmur. Qətrə xala, bütün şəhid analarının qarşısında baş əyirəm, sizin də qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Sizin oğlunuz qəhrəmandır, bizim qardaşımız qəhrəmandır, şəhiddir. Şəhidlər də bayaq Allah ömür versin, Kemal müəllim dedi. Ağamız İmam Hüseyin əleyhissalam şəhidlər ağası, şəhidlər sərvəridir. Heç vaxt şəhidlər unudulmur. Bizim üstündə, gələcək nəsillərimiz üstündə heç zaman bizim şəhidlərimiz, şəhid qardaşlarımız heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq, neçə illər keçsə də. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, Allah ordumuzu qorusun, Allah Ali Baş Komandanımıza Cənab İlham Əliyevə ömür versin ki, bugünkü günü biz Azad Qarabağda, gözəl vətənimizdə, gözəl kosalarımızın ətəklərində, burada Qarabağda yaşayırıq. Çox sağ olun, təşəkkür edirəm sizə. Gələnlərin hər birinə təşəkkür edirəm, əziyyət çəkib gəlmişsiniz. Bizim üçün qürur vericidir ki, bizim sinifimiz Arazın adını daşıyır. Və işlədiyim müddətcə çalışacağım ki, sinifdən hansı şagirdlərin keçməyinə asılı olmayaraq, şagirdlərin də, özüm də, sinifimiz də onun adına layiq olar. Bir daha Allahdan rəhmət diləyirəm, ailəsinə səbir diləyirəm. Qəttə xala, özüm başqa sayı yox. Çox sağ olun. Həqiqətdən başlayır. Bugün bizim bu fidan balalarımızda şəhidimiz haqqında demək sözləri var. Gəlin onlara qulaq asaq. Ümrətov Araz Rəsuloğlu 15 yanvar 1980-ci ildə Xocavənd rayon Başkənd kəndində anadan olub. 1986-cı ildə Xocavənd rayon Başkənd kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Məlum Qarabağ hadisəsi ilə əlaqədar 1992-ci il may ayının 9-da məcburi köçkün düşmüşdür. Məcburi köçkün həyatından sonra həmişə düşmənə qarşı qəzəblə yanaşmışdır. 1996-cı ildə Gəncə şəhəri Hacıkənd qəsəbəsində Xocavənd rayon Başkənd kənd tam orta məktəbinin 11-ci sinifini əla qiymətlərlə bitirmişdir. Vətənə olan sevgisi onu hərbiyə daha çox bağlamışdır. Bir neçə dəfə hərbi komissarlığa müraciət etmişdi ki, vaxtından əvvəl hərbi xidmətə getsin. O arzusuna 1998-ci ilin 1 oktyabr tarixində çatdı. Hərbi xidmətin 157 saylı hərbi hissəsində keçirməyə başladı. O, hərbi hissədən könüllülük olaraq ön cəbhəyə Murov dağ silsiləsində yerləşən minamyotu bateriyada xidmət etmək üçün yollandı. 18 ay xidmət dövründə atəşkəsəni pozan mənfur düşmənin dəfələrlə hücumlarının qarşısını alınmasında yaxından iştirak etmişdi. Təxris olunmasına 4 gün qalmış aprel ayının 8-də düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aprel ayının 10-da Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Allah rəhmət eləsin. Gözüm aydın şəhidim, artıq doğma yurdun azaddır. Mən şəhidəm, ölməmişəm, şəhidliyə uzanmışam. Yerim cənnət, nə olsun ki cismim köçüb bu dünyadan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Neçə ki xalq şəhidinə qoyur hürmət. Demək hələ unudulmamışam, demək hələ yaşayıram. Arzuları yarım qalar, bən qonçası qurulmayar, yarımı yarı olmayar, məğrur şəhidim Arazım. Şəklinə baxıram, baxışın sonsuz, ürəkdə doğmalıq yaradır şəhid,
Gecəyə nur saçan ol.